Salam değerli izleyiciler, sizler için Bine Savxaz arasında mehriban qonşular deyilən ərazidə dostlar, kanalımı keçəndən sonra 300 metr məsafədə gözəl, möhtəşəm bir evimizin çəkilişindəyik dostlar. 2 sotdan çox olan, 4 otaqlı, qoşadaşdan ibarət olan gözəl, möhtəşəm bir evimizin çəkilişindəyik. Ya Allah! Həyətinə rahat 2 maşın yerləşir. Gördüyünüz kimi bu hissəsində oturub istirahət etmək üçün qəşəng bir yeri ayrılır. Gördüyünüz kimi bu hissəsində yerləşir dostlar. Kombo otağı və kombo otağının hissəsində sanitar qovşaq mövcuddur. Ya Allah, keçək vaxt itirmədən gözəl, şıp-şirin evin iç hissəsinə sizi tanış etməyə. Girən kimi belə bir hol bizi qarşılayır. Gördüyünüz kimi bu hissədə geniş bir sanitar qovşaq mövcuddur. Vaxt itirmədən tanış olaq inşallah. Və belə bir girişdə dostlar, mətbəx hissəsi mövcuddur. Mətbəx möbili qalacaq və bu hissədə isə geniş bir gördüyünüz kimi istirahət etməsi yerimiz var. Qoşadaşdan ibarətdir və şotkasına qədər vurulur. Həqiqətən də belə bir evin sahibi olmaq istəyirsə, bizlə əlaqə saxlaya bilərsiniz. Gəlin. Girdik, gördüyünüz kimi geniş bir yer koridor bizi qarşılayır. İlk öncə belə bir yataq hissəsində sizi tanış edək. Dostlar, otağın ölçüsü çox idealdır. Otağın ölçüsünə baxın. Üçüncü bir yataq otağı. Kim geniş ev axtarırsa zəng eləsin, həqiqətən də. Və sonda isə belə bir geniş zalımız mövcuddur dostlar. Həqiqətən də ruzulu evdir. Həqiqətən də bunun yiyəsi özü də ruzulu bir insandır. İnşallah gəlib yiyəsinə də inşallah tanış olarsınız. Binə qəsəbəsində həqiqətən də belə bir ağsaqqalla kim tanış olmaq istəyir gəlsin. Sözü, kəlməsi qızıldır, həqiqətən də qızıldır. Evin qiyməti də ondan da qızıldır. Gəlin yerində danışaq.